nə gözəl binadır. Bilmirsən bu bina kim tikibdir? Mədəniyyəti xəzinəsinə öz nadir incilərini bəxş etmiş Azərbaycan torpağı tarixi abidələrinin zənginliyi ilə seçilir. Uşaqlar, mövzu ilə bağlı ev tapşırığımız şəhərimizdəki tarixi abidələrin tədqiqatı olacaq. Şah Abbas məscidi 1606-cı ildə Səfəvi hökmdarı 1-ci Şah Abbasın əmri ilə memar Şeyx Bahəddin tərəfindən inşa edilmişdir. Tarixçi Abbasqulu Bakıxanov yazırdı. Şah Abbasdan sonra qalan məscid və kərvansaralar əzəmətli abidələrdir. Dövrünün səyyah və təcillərini öz gözəlliyi ilə heyran edən kərvansara 17-ci 18-ci əsrlərdə Gəncədə ən nüfuzlu kərvansara olub. Aran Mimarlıq Məktəbi üslubunda inşa edilən hamamın çökək adlandırılması onun quruluşundan irəli gəlir. Suyun təzyiqini təmin etmək üçün hamam nisbətən çökəkdə inşa edilib. Tarixdə Gəncəni fəth etmək uğru ilə çox savaşlar verilmiş, çox qılınclar qalxmışdır. Gəncə xanı Cavad xan Rus işğalçı qoşunları ilə son nəfəsinədək vuruşub, şəhərlik zirvəsinə yüksəlir. Cavad xan Cümə Məsədin həyətinə dəfn olunur. Bu Aleksandr Nevski kilsəsidir. Aleksandr Nevski kilsəsi Gəncədə olarkən mütləq diqqətinizi çəkəcək. Aleksandr Nevski kilsəsi 1887-ci ildə Bizans üslubunda qırmızı kərpicdən tikilmişdi. Gəncədəki Real məktəbi binası 1883-cü ildə tikilmişdir. Hazırda Azərbaycan Kənd Təsərrüfatı Akademiyası kimi istifadə olunur. Gəncədə nadir tikililərdən biri Butulka evdir. Bina 1967-ci ildə yerli sakin İbrahim Cəfərov tərəfindən inşa edilib. Binanın divarları 48 min müxtəlif butulkadan ibarətdir. 1918-ci ildə Qafqaz İslam Ordusu Gəncəyə gəlir. Onların məqsədi xalqın təhlükəsizliyini təmin etmək olur. İyunun 11-də burada gedən döyüşlər zamanı 13 şəhidini məhz burada verir. Salam uşaqlar. Salam. Ev tapşırığımızı kim hazırlayıb? Müəllim olar, mən olar. Məhəmməd buyur. Mən AXC-nin binası haqqında məlumat toplamışam. Buyur Məhəmməd, hansı fikirlərin var bizimlə bölüş, biz də eşidək. Bilirsən Tunar, Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı Gəncə olubdur. Bu binada ilk respublikamızın hökuməti yerləşir.